Artıq ikincisi başlayan Shopping Fest'i bir yerdə gəzək. Burada tanıdığınız bir çox brendin outlet məhsulları satışa çıxarıldı. Artıq bugündən siz 10 gün ərzində bu outletdə istədiyiniz stende yaxınlaşaraq özünüz üçün məhsullar, geyimlər, ayaqqabılar, aksesuarlar əldə edə bilərsiniz. Ən çox sevdiyim brendlərdən The Body Shop'un bir çox məhsulu, hətta kalendarı 50% endirimdə idi. Olivia'da, Rossmann'da tam 90%-ə qədər endirimlər var idi. Hətta bəzi məhsullarda net standart ucuz qiymətləri idi. Ən çox maraq Rossmann'ın açdığı bu stenddədir. Burada həm məişət texnikaları, həm qab-qacaq hər biri tam 90% endirimdə idi. Ondan əlavə Mango, Deichmann, Bata, Collins, Sinici, Adidas, LCY2K, Cotton və bir çox tanıdığınız brendlərin outlet məhsulları burada satışda idi. Ancaq qeyd edim ki, xanımlardan çox kişilər üçün çox əla kostyumlar, ayaqqabıların demək olar ki, ölçüləri var idi. Xanımlar üçün özümə bir şey tapa bilmədim, amma yoldaşım buradan özü üçün çox əla kostyumlar tapdı, çünki qiymətləri çox ucuz idi. Suvarinin outleti belə var burada. Şalvarların qiymətini görsəniz, məncə çoka düşəcəyiniz. Bir Adidas'da endirim çox yox idi. Digər qarışıq brendlərdən isə burada artıq kostyumları göstərirəm. 600 manatdan 100 manata, 150 manata düşən kostyumlar var idi. Next, Dermot və digər markalarda da 70%-ə qədər endirimlər var idi. Əlavə isə Hombaku, Seven Space və digər ev əşyaları mağazalarında burada outletləri var. Qeyd edim ki, outlet 10 gün davam edəcək və 10 gün ərzində istənilən vaxt səhərdən axşama qədər siz buraya yaxınlaşıb istənilən məhsulu özünüz üçün əldə edə bilərsiniz. Burada isə mənəm heç nə almadan çıxıram, çünki özümə heç nə tapa bilmədim.